Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, gözəl xanımlar. Hər birinizi yeni bir vloqdan, yeni bir başlanğıcdan, yeni bir ildən salamlayıram. Qeyd edim ki, artıq 2 həftə arada məsafə olsa da yeni ildən sonra vloq çəkməmişəm. Səbəbini özüm də bilmirəm. Həm evdə qonaq oldu, narahatçılıq vermək istəmədim ona. Həm bu gözəl ayın başlanğıcı ilə başımız biraz qarışıq oldu. Oğlum da xəstələnmişdi, evdə idi. Elə ev işləri, oğlum, yəni tez-tez görməyə çalışdım ev işlərini. İndi özümə söz vermişəm, bu gündən əvvəlki rejimdən də yaxşı rejimə qayıdacağam. Çalışacağam hər gün, ən azı 2 gündən bir vloq paylaşım sizinlə. Düşünürəm bu maraqlı olar. Həm də Ramazan ayıdır, bir-birimizə fikir vermiş olaraq görək kim bugün nə bişirir. Belə xanımlar, burada sizə nə aldıqlarımı göstərirəm. Beynimə roltun düşmüşdü. Bu qeyd edim ki, Ramazandan öncəki qısa metrajlı belə deyim videolardı. Bir də axşama börək eləmək istəyirdim. Biz adətən həmişə evdə hazırlanmış belə deyim qatıqdan istifadə edirik də, çöldən də alsaq. İndi bu dəfə mənə az ehtiyac var idi. Yəni kiçik bir boşqab yetərli idi deyə heç market qatığını almadım böyük həcmli. Elə özüm belə deyim börəyə yetəcək qədər aldım, kiçik ölçülü. Bunu əslində qazıl su ilə deyilir, türklər südlə deyilir, amma mənə elə gəlir ki, qatıqla daha yaxşı yumşalır lavaş. Yəni asan reseptdir, böyük bir şey deyil, heç adamın 10 dəqiqəsini almır. Heç əslində çəkməyə də dəyməz. Bunu sadəcə sosunu keçən dəfə bəzi xanımlar istəmişdi. Ona görə paylaşıram ki, o sosun içinə nə atıram ki, o qızarır. Mən bunu üstünə də əlavə eləyirəm. Qatlarına da əlavə eləyirəm. Onda çox dadlı, yumuşaq, xırt-xırt alınır. Belə xanımlar, əslində 2 həftə dediyimə baxmayın. Uzun müddətdir sizinlə vlog paylaşmıram. 3-cü həftəyə keçir. Səbəbini əslində kameranı əlimə alıb çəkirdim. Baxın, qar yağdı, bilirsiniz. Onu çəkdim. Nə bişirdiyimi çəkdim. Amma artıq belə deyim, onun müddəti keçib deyə 8 martda gəzməyə getmişdik. Onu çəkdim, amma onlar müddəti gedib deyə heç paylaşmaq istəmirəm. Ona görə maksimum əlimdə qalan videoları paylaşıram ki, yeni bir başlanğıc eləyim. Siz necəsiz xanımlar? Yeni ili necə keçirdiniz? Ramazan ayını necə keçirdirsiniz? Bu soyuqlar birdən bitdi, yaz başladı. Artıq bir neçə gündür havalar çox gözəl keçir. Biz də bu fürsətdən istifadə oğlumla tez-tez çölə çıxırıq. Ümumiyyətlə 2 həftəyə yaxındır xəstə idi. Göndərmirdim heç bağçaya. İndi bu gündən etibarən gedib. Mən də dedim artıq öz işlərimə başlayım. Öz vloglarımı çəkməyə başlayım. Qonaqlarımız da gedib. Xanımlar, burada qaş ustasına gəlmişdim. Yaxın bir padruqamın nişanı olacaqdı, elçiliyi, nişanı bir arada. Bu səbəbdən dedim, gəlim qaşlarımı alım, bəzənim, axşam da gedim nişana. Axşam deyəndə saat 3-də başlamışdı nişan. Elçilik kimi bir şey idi. Həm nişan, həm elçilik belə qarışıq. Çox maraqlı keçdi. Bir neçə kadr sizinlə bölüşəcəm. Buradan gedirəm oğlumu götürməyə, qaşımı aldım. Sizinlə yolu çəkirəm. Ümumiyyətlə bizim evlə mərkəz arasında çox az məsafə var. Belə deyim, az deməyim, Metropark tərəfdə qalırıq biz. Metropark tərəfdə qalırıq. Oğlumun bağçası isə mərkəz tərəfdədir. Bu sözümü nəyə gətirirəm? Yəni deyirsiniz ki, bu bütün yol ayaqla gedir. Yox, salona gedəndə həmişə avtobusa minmirəm mən. Çünki salon oğlumla bizim evin düz ortasında yerləşir. Yəni ora avtobus getmir heç. Yəni mərkəz tərəflərdən o istiqamətə metro tərəfdən avtobus getmir. Ona görə ayaqla gedirəm salona. Salondan da oğlumun bağçasına görürsüz də qısa yoldur. Fikrimi ifadə edə bilmədim. Bu səbəbdən ayaqla gedirəm. Həm də çəkirəm. Maksimum. Şəhər o qədər sakit idi. Qarlar təzə ərimişdi. Bu təbii ki 8 martdan, 10 martdan əvvəlki videoda çəkdiklərim sizinlə bölüşürəm.
Xanımlar, mən baxıram, son vaxtlar ümumiyyətlə Azərbaycanda çəkənlərin sayı günü-gündən artır. Bəzilərinin vloquna baxıram, çox maraqlıdır, amma izlənmə sayısı həddindən artıq aşağıdır. Bəzilərinə baxıram, yəni heç də maraqlı videolar çəkmir, amma həddindən artıq izlənmə sayısı var. Mənə maraqlıdır. Siz hansı kontekstdə olan videoları sevirsiniz? Yəni söhbət böyük vlogerlardan getmir də. Yəni onlara baxanda mən də oturub baxıram. Bir neçəsi var ki, sevirəm baxmağı hətta. Videosu qabağıma çıxanda açıram. Amma sırf kiçik vlogerlərdən söhbət gedir də, hansı ki, belə deyim, ev həyatını paylaşır, bəzən özünü də göstərmir heç vloqlarda. Yəni söhbət o tiplərdən gedir ki, yəni sizə onların həyat tərzindən nə maraqlı gəlir ki, baxırsınız. Ən sevdiyiniz, belə deyim, video tipi hansıdır? Onu soruşmağa çalışıram əslində. Misal üçün, təmizlik videosunu sevirsiniz, yemək videolarımı sevirsiniz. Ən çox yəni hansı sizi cəlb edir ki, videonu açırsınız. Və ya ümumiyyətlə görünüş videosu da sevənlər var. Hansı ki, o səliqə səhman, o görünüş ona xoş gəlir. Və ya sırf təmizlik sevənlər var ki, qabağındakini təmizləməyə ona da enerji verir. Şəxsən bu məndədir. Mən də başlayıram təmizləməyə. Və sizdə necədir bu proses? Xanımlar, çəkdiklərim köhnə olsa da səsim yeni olduğu üçün, səsi yeni yazdığım üçün üzərinə videonun artıq Novruz bayramı gəlir. Nə bişirəcəksiniz, nə edəcəksiniz, alacaqsınızmı? Mənim anam sağ olsun, ümumiyyətlə analar sağ olsun. Dedim, mən paxlava eləyəcəm, sizə gətirəcəm bolluca, heç eləməyin. 3 nəfərsiz, bizdə oğlum da heç yemir. Yəni, hamımız da oruç tuturuq. Yəni, bu səbəbdən heç yeyən olmur bizdə. Amma axşamlar yemək olar təbii ki. Mən ümumiyyətlə sevirəm. Paxlava asobdur mənim üçün. Bilmirəm, siz hansı Novruz, belə deyim, şirniyyatını sevirsiniz? Paxlava, qoğal, çox sevirəm. Amma şor qoğal. Ümumiyyətlə, xanımlar, şirin qoğalın olduğunu, hətta satışda olduğunu mən evlənəndən sonra bilmişəm. Yoldaşım alanda. Bir gün yoldaşım yeni evliyik. Sizə kiçik bir macəralarımdan danışım, hekayələrimdən. Dedim ki, qoğal al. O şor qoğalın olduğunu bilmir. Daha doğrusu bilir, amma onlarda yeyilmir şor qoğal. Həmişə qoğal deyəndə gedib şirin qoğal alırlar. Mən də həvəslə oturmuşam, şirin çayımı hazırlamışam, xoşlayıram şor qoğalından şirin çay yeməyi. Nəsə, qoydum qabağıma, başladım bir dilim, 2 dilim, şirin gəlir ağzıma. Ay, bu şirindir, səhv eləyiblər qoğalı. Gülürəm falan, necə yəni səhv eləyiblər? Şirin olmalıdır da qoğal, necə olmalıdır ki? Həyatımı şokun yaşamışdım. Yəni, inarsınız, mən 23 yaşına qədər şirin qoğalın varlığından xəbərdar deyildim. Yəni, yeni evlənəndə söhbət gedirdi. İndi təbii ki, 23 deyil yaşım. Təəssüflər olsun ki. Amma onda yəni, şok keçirtmişdim. Çox böyük şok keçirtmişdim ki, yəni, bunu kim uydurub özündən? Amma sonra vaxt keçdikcə baxdım ki, yəni, bütün vitrinlərdə varsa heç kim uydurmayıb. Bunu elə mövcud olan bir şey pişiriblər, qoyublar satmağa. Axır ki, şirin qoğalından o qədər aram yoxdur mənim. Mən şor qoğalı sevənəm. Xanımlar, burada artıq gətirdim uzun yoldan sonra oğlumu təhvil almağa. 8 mart üçün bizə belə bir hədiyyə hazırlamışdılar. Çox bəyəndim. Bu gül də az öncə dedim, nişanına gedəcəyim rəfiqəmin gülüdür. Çox bəyəndim. İstədim sizinlə də bölüşüm. Çox estetik görünürdü. Nişandan da bir neçə kadr sizinlə bölüşürəm. Xanımlar, bu yer o qədər gözəl yerdir. Yeməklər falan da yaxşı idi. Yerin adını unutdum, amma istəyən olsa rəylərdə bölüşərəm. Bu artıq səhəri gündür. Deyəcəksiniz, bu xanım elə hər gün salona gedir. Amma dırnaqlarımı etdirməyi unutmuşdum. Daha doğrusu vaxt yox idi. Ona görə elədim. İndi yenə gedirəm oğlumu götürməyə. Çalışıram çox, belə deyim, çöl videosu çəkməyim, həddindən artıq çəkirəm. Burada sizinlə yenə yolu bölüşürəm. Əslində yol qısadır. Sadəcə üzə aşağı gedir deyə
Çox narahat gedir adam yolda, yorğun düşür. Yolun o biri üzündə Aslanovka var. Yəni Aslanovka ilə o birisi parka keçib gedə bilərəm. Yəni avtobusla. Sadəcə həm hava gözəl olur, həm bəzən adam özü ilə baş-başa qalmaq istəyir. Hava gözəldir, sakitçilikdir. Gəzə-gəzə gedirəm. Burada oğlumu parka gətirmişəm artıq. Çox gözəl hava var idi səhər və yenə bağçaya getmədiyi günlərdən biri idi. Dedim maksimum yorulsun, günorta gəlsin, yatsın. Xanımlar, mən bilmirəm oğlumla necə danışım. Evimiz dağılır, gördüyünüz kimi. Balaca stol qoyur, gizlədirəm. Baxın, sizdə də ev bu vəziyyətdədir, yoxsa təkcə bizim evdədir? Nəysə xanımlar, bugünlük də bu qədər olsun. Sağ olun, salamat qalın.